Bismillahirrahmanirrahim. Elhamdülillah. Ve salatu ve selamu ala men la nebi ba'de. Möhtərəm müsəlmanlar, biz Allah subhanahu ta'ala izni ilə 4 qayda kitabının şərhinə davam edirik və biz ən son qalmışdıq 3-cü qaydada. Müəllif Şeyxülislam Muhammed Ət-Təmimi, Allah ona rəhmət eləsin, buyurur ki, Əl-Qaidatu Thəlithə, 3-cü qayda, Ənən Nəbiyyə sallallahu aleyhi və səlləm zəhərə alə unəsi mütəfərriqinə fi ibadətihim. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm elə bir insanların vaxtında göndərilmişdi ki, elə bir insanların vaxtında yaşamışdı ki, həmin vaxt insanlar ibadətlərində müxtəlif idilər. Yəni müxtəlif şeyləri ibadət edirlər. Minhum men ya'budul mələikə, onların içində elələr var ki, mələkləri ibadət edirlər. Və minhum men ya'budul ənbiyə və salihin, onların içində elələr var idi, peyğəmbərləri və salihləri ibadət edirlər. Və minhum men ya'budul əşcar və əhcar, onların içində elələr var idi, ağaçlara, daşlara ibadət edirlər. Və minhum men ya'budul şəmsə vəl qamar, onların içində elələri var idi, güneşe ve ibadət edirlər. Və qataləhum Rasulullah sallallahu aleyhi və səlləm və ləm yufarriq beynəhum. Peyğəmbər sallallahu aleyhi və səlləm onların hamısı ilə savaşdı və onların arasında hiçbir fərq qoymadı. Və dəlli qavluhu Teala, uca Allahın kəlamından dəlil, və qatiluhum həttə la təkunu fitnətu və yəkunu dinu kulluhu lillah. Ənfal surəsi 39-cu ayə. Onlarla vuruş, fitnə aradan qalxana qədər. Yəni onlarla savaş, fitnə, yəni şirk aradan qalxana qədər və din hamısı Allaha məxsus olana qədər. Şərh ilə Şeyximiz Xalid Raddadi buyurur ki, rahimehullah, hadihi qaidə azimə, bu əzəmətli qaydadır ki, ennallah subhanahu la yerdə şirk, Allah şirkdən əsla razı qalmaz. Şərik qoşulanın kim olmasının fərqi yoxdur. Yəni şərik qoşulan kim olur olsun. İstər mələk olsun, istər peyğəmbər olsun, istər salih olsun, istər cin olsun, istər ağac olsun, istər daş olsun və s. Fə innəllaha teala harramə şirk və həzzərə minhum cəmi ənva'i və suvarihi. Çünki Allah şirki haram etmişdi və onun bütün yollarını və bütün növlərini, bütün formalarını hamısını haram etmişdi və onlardan çəkindirmişdi. Və qavlu müəllif rahimehullah, və müəllifin sözü ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem elə bir insanların vaxtında göndərilmişdi ki, onlar ibadətlərində müxtəlif idilər. Yəni, fəleysu müştəmiyinə alə ibadə vahidə. Yəni, onlar bir şey ibadət etmirdilər. Yəni, burada Allah'tan qeyri ibadət olunanına qəsd olunur. Bəlhum taraiq və subul mütəaddidə ittixad məbudetin batilə. Onların müxtəlif yolları və müxtəlif ibadət formaları var idi. Və minhum men ya'budu mə zəkərə müəllif rahmehullah və min men ya'budu cəmiən. Yəni onların içində elləri var ki, müəllif vurğuladı, bütləri ibadət edir, daşlara, mələklərə, cinlərə və elləri də var, bunların hamısını ibadət edirdi. Və həzə min qubh şirk və əshabihi la yectemi'una alə şeyin vahid. Bu şirkin və onun əshabının və şirk əhlinin çirkinliyinin göstərgəsidir ki, onlar bir şeydə yəni birləşməyiblər. Və xilafil muvahhidin fə innə mə'budəhum vahid subhanahu və teala. Onlar müvahhidlərin əksidirlər. Yəni müşriklər, şərik qoşanlar muvahhidlərin, Allah təkləşdirənlərin əksidirlər. Onlar ibadətlərində müxtəlif şeyləri ibadət edirlər, muvahhidlər isə tək olan Allaha ibadət edirlər. Və Yusuf surəsindən dəlil getirir, şərh eləyən rahmehullah, Ərbabu mütəfərriqun xayrun əmillahul vahidul qahhar. Vahidul qahhar. Yəni Yusuf aleyhissalam o zindan yoldaşlarına deyirdi ki, sizin ibadət cürbəcür ilahlar yaxşıdır, xeyirlidir, yoxsa tək olan hər şey qalib olan Allah. Və lə rəbə ənə Nəbi sallallahu aleyhi ve sellem yufarıq beynə men ya'budul mələikədə və salihin və beynə men ya'budul həcar. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin yəni ibadət olunanlara fərq qoyulması hamıya açıq aydındır. Bunda şək şübhə yoxdur. Yəni fərqi yoxdur. İbadət olunan istər mələk olsun, istər salih olsun, istər daş olsun, istər büt olsun və s. Peyğəmbər sallallahu aleyhi ve sellem hamısına qarşı savaşmışdı, vuruşmuşdu. Və ləm yəqul lillezine ya'budul mələikədə haula ya'budul mələikə la yadurrum və leysə şirk. Yəni o Peyğəmbər sallallahu aleyhi ve sellem demiyor ki, bunlar mələkləri ibadət edirlər. Bunlara zərər verməz mələkləri ibadət və bu şirk deyil. Lənnə ləhum mənzilə və məkana indallah. Çünki mələklərin Allah yanında məqamı var, məkanı var. Və ləm yəqul lillezine ya'budun as-salihin. Salihləri ibadət edənlərə demir ki, bunlar şərik qoşmurlar. Əv ənə şirkəhum yəxtəlifu an mən abidəl əvthan və asnam və nucum və kəvakib. Və yaxud Peyğəmbər sallallahu aleyhi ve sellem demirdi ki, salihlərə ibadət edənlərin ibadəti və şirki fərqlidir bütlərə, ulduzlara, planetlərə ibadət edənlərdən. Bəli, innəhu sallallahu aleyhi ve sellem ləm yarda şirkü cəmi' suvarihi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem əksinə razı olmayıbdır şirkin bütün növlərindən, bütün şəkillərindən. Harabəhu. Ona qarşı savaşmış şirkə.
Fərqi bütün növlərində, bütün şəkillərində. Və həzzərə minhu əyyəmə təhzir. En son dərəcədə çəkindirmişdi ondan, yəni şirkdən. Fə inna Allah subhanahu wa ta'ala cəalə şirk millətə vahidə və tariqətən vahidə. Yəni çünki Allah şirki bir millətə etmişdi. Onlar bir yoldur. Və qədər Nəbi sallallahu aleyhi ve sellem şirk kullə. Yəni Ezədə Peyğəmbər sallallahu aleyhi ve sellem şirkin bütün növlərini haram etmişdi. Və qatələ əhləl şirk alə ixtilaf əsnafi və münəlihim və məbudatihim. Və Peyğəmbər sallallahu aleyhi ve sellem savaşmışdı, vuruşmuşdu. Şirk əhlinin ilə fərqi yoxdur. Onlar formalarında, ibadətlərində və millətlərində necə olurlar olsunlar. Yəni fərq qoymamışdı onların içindəki bunlar salihləri ibadət edirlər, bunlar bütləri ibadət edirlər, bunlar daşları və s. Hamısına qarşı savaşmışdı. Fəşşirk la təfriqu fihim beynə mən ya'budu rəculən salihən və ya'budu sanəmən və həcəran və şəcəran. Və şirkin fərqi yoxdur. İstər salih kimsə ibadət olunsun, istər bütə, daşa, ağaca və s. Lənnə şirk huvə, çünki şirk nədir? İbadən qayrillah, kainən mən kən. İbadət, şirk Allah'tan başkasına ibadettir. Kim olur olsun, ne olur olsun. Kim və nə olur olsun fərqi yoxdur. Yəni şirk qoşulanın, yəni kimi şirk qoşullar, salihləri, mələkləri, peyğəmbərlər və s. fərqi yoxdur. Şirk bütün növlərlə haramdır. Bütün növlərlə qadağandır. Uca Allah buyurur ki, ona görə də وَعْبُدُ və لَا تُشْرِكُوا بِهِ شَيْئًا. Allah'a ibadet edin ve ona hiçbir şey şərik qoşmayın. Nisa suresi 36. ayə. Kəlimetun şey'ə, bu ayədə keçən şey'ən kəlməsi ərəb dilində ümumi mənadadır. Bütün şey'ən, yəni heç bir şeyi, orada istisna yoxdur, heç bir şeyi. Yəni şərik qoşulan nə olur olsun. Aydındır. Hətta yəni biri deməsin ki, mən mələkləri şərik qoşuram, mən pis insanları ibadət eləmirəm ki, mən mələkləri ibadət edirəm, mən pis pürüş görmürəm ki, salihləri ibadət edirəm. Aydındır. Allah subhanahu buyurur ki, "Va'budullah, Allah ibadət edin, və la tuşriku bihi şey'a." Ona heç bir şey şərik qoşmayın. Nə balaca, nə böyük. Və qavlu qatına Rasulullah sallallahu aleyhi ve sellem bir fərq beynəhum. Peyğəmbər sallallahu aleyhi ve sellem onlarla vuruşub və onlarla heç bir fərq qoymuyor. Və Rasul sallallahu aleyhi ve sellem lem yufarriq beynəhum. Bəl i'tibarı müşrikinə kullahum. Və Peyğəmbər sallallahu aleyhi ve sellem onların arasında heç bir fərq qoymuyor və onların hamısını müşrik adlandırır. Və istəhəllə diməhum və umvaləhum və onların mallarını və qanlarını halal saymışdı. Və lem yufarriq beynəhum. Onların arasında heç bir fərq qoymamışdı. Yəni hamısına qarşı savaşmışdı. Fəllezine ya'budunel Məsih. O kimsələr ki, Məsih ibadət edirlər, yəni İsa aleyhissalama. Məsih Rasulullah, Məsih də Allahın Rəsuludur. Ma'a hədə və buna baxmayaraq qatələhum. Peyğəmbər sallallahu aleyhi ve sellem onlara qarşı vuruşmuşdu. Və Yəhud ya'budun Üzeyran. Yəhudilər Üzeyr ibadət edirlər. Və min ənbiyəhim. O da onların peyğəmbərlərindəndir. Yəni Üzeyr onların peyğəmbərlərindəndir və ya salihlərindəndir. Çünki Üzeyrin peyğəmbər olub olmaması barəsində alimlər ixtilaf etmişlər. Və qatələhum Rasulullah sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem onlara qarşı savaşmış, vuruşmuş və onların arasında heç bir fərq qoymamışdı. Dəlil olaraq da müəllif rahimehullah gətirir ki, və qatiluhum hatta la takunu fitnə və yakunu din kulluhu lillah. Onlarla savaş, vuruş hatta la takunu fitnə, fitnə aradan qalxana qədər və din hamısı Allah məxsus olunana qədər. Alimlər deyir bu ayədə fitnə sözündən qəsd şirkdir. Əy dəlil alə qitəl müşrikin min qeyri təfriq beynəhum. Müəllif rahimehullah bu ayəni gətirib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onların arasında heç bir fərq qoymuyor. Onların məbudətlərində, yəni ibadət etdiklərində. Və qatiluhum hədə əammu li kulli müşrikin. Yəni onunla vuruş bu bütün müşriklərə aiddir. Və lem yestətnə əhəd. Onlardan heç kimsəni istisna eləməmişdi. Yəni onlarla vuruş. Deməmişdi filan gəzlərlə vuruş. Onlarla vuruş, yəni şərik qoşulanların hamısından. Thumma qal hatta la takunu fitnə. Yəni fitnə aradan qalxana qədər. Əy el-fitnə şirk. Əy la yucid şirk. Hədə am. Yəni şirk aradan qalxana qədər. Bu da ümumidir. Yəni hər hansısa bir şirk. Fərqi yoxdur. Şərik qoşulan kim olsun, istər şərik qoşduqları övliyə olsun, istər salihlər olsun, istər daşlar olsun, istər ağaçlar, istər günəş, istər ay, fərqi yoxdur. Və yakunu dinu kulluhu lillah və tekunu ibadə və taatı kulluha lillah. Din hamısı Allaha məxsus olana qədər, yəni ibadət, itaət yalnız Allaha məxsus olana qədər. Leysə fiyhə şirkətun li əhədin kainən mən kən və la fərq beynə şirk bil əvliyə əs-salihin və bil əhcar və bil əşcar və bil şeyatin əv qayrihim. Və din yalnız Allaha məxsus olana qədər, şirk aradan qalxana qədər şərik qoşulanın kim olur olması fərqi yoxdur. İstər yəni onların şərik qoşduqları
Yani ibadet ettikleri salihler olsun, ister övliyalar olsun, ister daşlar, ister ağaçlar, ister şeytanlar. قال İbn Cerir Taberi rahimehullah, İbn Cerir Taberi buyurur ki: "Yekul Teala tekru Nebi Muhammed sallallahu aleyhi ve sellem qatilul müşrikine ellezine qatalunakum hatta la tekunu fitne, yani hatta la yekunu şirk billah." Ya Allah bu ayette emrediyor peygamberine ki sallallahu aleyhi ve selleme olanla vuruş savaş şirk aradan, yani fitne, yani şirk aradan kalkana kadar. Yani hiçbir şirk kalmayana kadar. Hatta la ya'buduna ahad. Yani hatta Allah'tan gayrisine ibadet olunmasın. وتضمحل عبادة الأوثان والآلهة وأنداد تكون عبادة وطاعة وحده دون غير من أصنام وأوثان. Yani hiç kimseye ibadet olunmasın. İbadette ne ilahlar, ne bütler, ne ona tabiler olmasın. Tekune ibade ve ta'a vahde lillah. Yani ibadet ve itaat tek Allah'a mahsus olsun. Kal İbn Ketir, İbn Kesir ise buyurur ki rahimahullah, kale Dahhak İbn Abbas, Dahhak İbn Abbas'tan rivayet ediyor ki katiluhum hatta la tekunu fitne, yani hatta la yekunu şirk. Onlarla dövüş fitne aradan kalkana kadar, yani fitne olmayana kadar, yani şirk. Keza kale Ebu'l Aliye ve Mücahid ve Hasan ve Katade ve Rabi' İbn Enes ve Suddi ve Muqatil İbn Hiyyan ve Zeyd İbn Eslem. Ve böylece de bu ayette fitne, yani şirk aradan kalkana kadar olanla vuruş. Kimler bu tefsir etmişler? Ebu Ali, Mücahid, Hasan el-Basri, yani Katade, Rabi ibn Enes, Suddi, Muqatil ibn Hayyan ve Zeyd ibn Eslem. Burada meşhur tefsircilerdi. Ve kavluhu ve yekûne dînu kulluhu lillah. Yani din hamısı Allah'a mahsus olana kadar. Kâle Dahhak böyle demişti. Yani İbn Abbas'tan. Yani yuhlis tevhid lillah. Yani sırf din Allah'a teşkilleştirerek ona halis mahsus olana kadar. Kale Hasan ve Katade İbn Cüreyc, Katade Hasan ve İbn Cüreyc böyle buyurmuştu. Din Allah'a mahsus olana kadar ey yuqal la ilahe illallah. Onlar la ilahe illallah diyene kadar onlarla savaş vurur. Kale Muhammed ibn İshak böyle demişti. Ve yekunu tevhid halisan lillah. Yani tevhid, tek Allah'lık sırf Allah'a mahsus olana kadar. Leyse fi şirk tamamıyla aradan kalkana kadar onlarla vuruş. Ve yekla'u ma dune minel endad. Yani din yalnız Allah'a mahsus olana ve hiçbir şerif koşulan olmayana kadar onlarla savaşmaya devam eder. Sonra ise müellif rahimehullah getirir bir hususen onlar neye ibadet edirlər, onlara ibadetlerine delil getirir. Birincisi başlayır ve delil şemsi vel kamar. Güneşe veya ibadet etmekten. Bunu ise canınız götürerek düzün Allah bilir. Ve sallallahu aleyhi ve sellem Muhammedin ve aleyhi ve sahbihi ecma'in. Subhanakallahumma bihamdik. Eşhedü en la estağfurullah ve etûbü ileyk.